şikayət eşidirik. Ondan ibarətdir ki, pedaqoqla məşğul oluram, mənim vaxtım gedir, həmçinin maddiyyatım gedir. Beləliklə biz deyirik ki, bunun səbəbi açıq, aşkardır. Odur ki, pedaqoqlar iki yerə bölünür. Birinci qrup pedaqoqlar dərs keçənlər, bunlar çoxdurlar. İkinciləri öyrədənlər. Beləliklə, öyrətməklə dərs keçmək böyük bir fərq var. Beləliklə, dərs keçmək odur ki, hamı edə bilər bunu. Hər hansısa bir şəxs bir materialı, bir mövzunu yaxşı öyrənib, onu qarşı tərəfə izah etmək, bu dərs keçməkdir. Qarşı tərəf isə potensialına uyğun, qavrama qabiliyyətinə uyğun onu öyrənəcək. Lakin, öyrətmək odur ki, siz bir şəxsə bir şey öyrətdiyinizdə onun başa düşdüyü metodla ona dərsi aşılayırsınız ki, onu başa düşsün. Öyrədən nəticəyə köklənir. Amma dərs keçən isə nəticəyə köklənmir. O, dərsini keçib öz öhdəliyini yerinə yetirməyə köklənir. Bunda böyük bir fərq vardır və ehtiyatlı olun. Arzunuz, məqsədiniz varsa, vaxtınızı hədərə itirməyin. Düzgün pedaqoq seçin və məhsuldar, produktiv dərs keçin.